Mən buradan Əli Həsənova üzümü tutub deyirəm ki, Allah əlini qoyub İslamın üstünə, İslamın üstünə. Sənin arxasında bu qaçqınlar xahiş eləyir. O 150 minlik maşın sürmə. Gəl 15 minlik maşın sürməyə bu qaçqınlara bir gün ağla. Nə olar ki, biz də insanıq, biz də yaşamaq istəyirik. Biz də sənin kimi getdiyin sanatoriyalara getmək istəyirik. Sən yaşadığın villada sənin gəlininlə pisənmi, qızından pisənmi? Mən də oturmaq istəyirəm o villalarda. Səndən Villalar xahiş edirəm, çotaqları versin, çotaqları, çotaqları verir, uşaq xəstədir valla. 3 dənə maşını satsa bəsindir. Üçlü satmaz. Eşitmişəm ki, əvəzində Ferrari gətirsin. O Ferrari-ni gətirsinlərdi, bir dənə 15 dənə ailənin puludur. 15 ailəyə bir dənə ev verərdi Əli Həsənov. Mənə heç kimdə sözüm yoxdur. Bir dənə prezident yetərincə pul ayırır. Əli Həsənov nəvələrinə, qızına, oğluna, ailəsinə. Nəyə görə onun ailəsi gəlib sanatoriya yaşamalı ki? Mən uşağım onun nəvəsindən əksikdirmi? Yoxsa ondan əksik kişinin qızı yanmı? Nəyə görə mən gəlib tutmada yaşamalıyam, padvalda yaşamalıyam? Xahiş edirəm ondan bizə gün ağlasın. Şəxsən Əli Həsənov qaçqın komundan çıxsın, başqa bir adam gəlsin. Bəlkə o bizə gün ağlayır. Bizim halımızı başa düşən adam.